L parklanmasından son cəhd. Bir dəfə də elə, sonra 45 dəqiqə işləyəcək. Başla. Sağa dönmə işini vurmadın. Əlini düzəlt. İndi yenidən cəhd tələbəm. Sağa dönmə işini qoş. Dönmə işinin yanında sağa. Aferin. İki versən, bax, yaxınsan. Saxla, stop. Xətti keçinə. Hə, daxil ola bilərsin, amma məsafən çox az olacaqdır. Onun üçün eləmək lazımdır. Ya qabağı ver düzəldə bilərsən, məsəl üçün. Sənə heç bir imtahan götürmür ki, öz avtomobilini, məsəl üçün. Qoyursan drive rejiminə, əlini döndərsən, hara yaxınsan o istiqamətə. Az-az buraxırsan qarşıya. Buradan məsafə genişlənə dayanacaqsan. Könül istəyər ki, bir dəfəyə girəsin. Bir dəfəyə alınmadı, bu cəhd eləyə bilərsin. Saxla. Aferin. Biraz yaxınlaş sağa, sonra düzəldəcəksin əlini. Biraz yaxınlaş sağa. İndi və əlini əksinə qaytar. Get. Şuşanı düzəlt. Əlaçı. Stop. Bax, daxil oldun, amma iki dəfə daxil oldun. Düzdür. İnsanlıq da bəzən hesablamamızı düzgün götürə bilmərik. Çətin çəksən bu metoddan istifadə edə bilərsən. Amma könül istəyər ki, bir dəfəyə girəsən. Çıx, bir də cəhd elə. Sağa dönmə işini yandırmalısan. Aha, başla. Sağ-sol yüzü diqqətlə izlə, zəhmət olmasa. Aferin. Əlini düzəlt. Stop. Əlaçı. Düzdür. Xəttə biraz yaxınsan. Oradan biraz aralısan, amma yenə yetərlidir bu. Xəttə tapılamırsan. İndi bu biraz təcrübə tələb edir. Biraz çox işlədiksə, tam onu əlini düzgün vərdişləyəcəkdir. İndi çıx, bir dəfə də gir, ideal olsun. Məsafələr eyni olsun. Sağ-sol xəttdə məsafələr eyni olsun. Sağa dönmə işini yandır. Sağa çünki manevr verirsən. Əlini düzəlt. Yusuf, düzəltməkdə gecikir çəksən. Bax, gecikirsən daha doğrusu. O ki, döndün ha, vaxtında düzəld əlini. Demək olar ki, yaxşıdır. İndi sənlə 45 dərəcə işləyəcəyik. Avtomobil çıxart üzün sağa. Bax, ver bu istiqamət. Arxasını ver bu istiqamət. Elçin bəy, onu kadrı dayandır. İndi